Uşaqlar salam. Bugünkü testimizin izahında sizə 2024-cü ildə keçirilmiş birinci şans, ikinci şans və DİM sınağının 4-cü qruplar üzrə situasiyaların izahını verəcəm. Yəni bu videoda ancaq 3 dənə situasiya izah olunacaq 2024-cü ildə keçirilmiş imtahanlarda və sınaqda olan. Deməli bu 2024-cü il birinci şans 4-cü qrupun situasiyasıdır. Keçək testimizin izahına. Deməli bu situasiyada nə deyir? Deyir ki, şəkildə göstərildiyi kimi cərəyan mənbəyinə birləşdirilmiş lampa yanır. Birinci qabda baş verən reaksiya nəticəsində əmələ gələn İsiz Y qazının. Deməli, burada qulaq asın, baxın. Biz orada nə görürük? Birinci qaba baxın. Birinci qabda 0,5 mol X tuzu var. Diqqətlə qulaq asın, ha. 0,5 mol X tuzu var. O H-xlorla reaksiya girir və oradan Y qazı çıxır. Həmən o Y qazı İkinci qaba keçməsi nəticəsində həmən Y qazı görürsünüz, borunla gəlir, ikinci qaba keçir. Keçir və lampanın yanması zəifləyir. Sönmüş əhəngin tam sərf olunaraq, hansı ki, baxın, həmən o qaz, Y qazı gedir, ikinci qabda sönmüş əhəng məhlulundan reaksiya girir və lampanın yanması zəifləyir. Sönmüş əhəng tam sərf olunaraq X tuz əmələ gətirir və bu anda da lampa sönür. Deməli, lampanın sönməsinə səbəb düşünək, nə ola bilər? Lampanın sönməsinə səbəb çöküntünün alınması ola bilər, düzdürmü? Çünki çöküntü zəif elektrolitli dissosiasiya eləmir və lampa sönür. Siz də bu situasiyanı oxuyanda artıq bildiniz ki, burada hansı reaksiyalardan söhbət gedir. Hətta bizdən test toplusunda bunun elektrik cərəyanının zamandan asılı olaraq qrafiklərini belə istəmişdi. Bilirsiniz ki, hətta orada belə bir qrafiklə qarşılaşmışdıq. Çöküntü alınır, lampa sönür, yəni elektrik cərəyanını keçirmir. Ona görə elektrik keçiriciliyi sıfıra düşür. Sonra alınan duz elektriki keçirən olur deyə lampa yenidən yanır və ona görə də burada elektrik keçiriciliyi artır. Yəni bu yaddaşınıza düşdü də, o barədədir bu. Aha, qazın keçidi davam etdiyindən lampanın yenidən yanması baş verir. Birinci qabda X maddəsinin tam reaksiyasından əmələ gələn Y qazının hamısı İkinci qabda X və Z tuzlarının əmələ gəlməsinə sərf olunur. Deməli, bizim burada X tuzumuz, fikir versəz, diqqətlə qulaq asında görün nə baş verir. Elə bil burada X tuzu H-xlorla girib, oradan Y qazı çıxıb. Həmən o qaz gedib sönmüş əhəng məhlulundan. Hansı ki, o dedikdə, bir də təkrar edirəm, o karbon qazı sönmüş əhənglə gedir. Yəni, siz artıq o reaksiyanı bilirsiniz də, CO2 kalsium hidroksitlə gedir, düzdürmü? Bilirik ki, burada kalsium karbonat plus su alınır. Baxın, özü də bizə deyir ki, bax, X tuzu. Başda da, ən birinci qaba baxın, başda da X tuzu H-xlorla girib Y qazını. Baba, o Y qazı budur. Yazacağım, Y qazı CO2-dir. İndi baba X tuzu budur. X tuzu kalsium karbonatdır. İndi mən nə edəcəm? Həmən bu kalsium karbonat, deməli X tuzu budursa, kalsium karbonat. Orada birinci qabda H-xlorla gedəndə xlorik turşu karbonatdan güclü deyon çıxardır. Kalsium xlor2 plus CO2 plus su. Fikir verdiniz, indi nə baş verdi? Deməli, bu CO2 gəldi bu ikinci qabda sönmüş əhənglə getdi. Kalsium karbonat tuzu plus su alındı. Kalsium karbonat bilirsiniz çöküntüdür. Çöküntü elektrik cərəyanını keçirmir, ona görə lampa sönür. Düzdürmü? Və deyir, qazın keçidi davam etdiyindən lampa yenidən yanır. Deməli, lampa necə oldu yenidən yandı? Bax, burada alınan kalsium karbonat plus su məhlulu yoxdur mu? Bax bu. Elə bil qaz buradan yenidən keçir də. Sonra nə baş verir? Biz bilirik ki, bu H2CO3-dür. Öz normal duzundan gedəndə turş duzu alınır da. Kalsium hidrokarbonat suda həll olan duzdur, qüvvətli elektrolitdir. Ona görə də elektrik cərəyanının lampanın yanması yenidən baş verir. Bayaq sönmüşdür. Niyə? Çünki çöküntü alınmışdı. Niyə indi yenidən yandı? Çünki həll olan duz alındı. Aha. Uşaqlar, Y qazının da hamısı, elə bil belə deyək də, Y qazı CO2 deyil mi? Aha, bizə dəqiqə mən Z-i də aldım. Z-im də nədir? Kalsium hidrokarbonat. Bunları yazaq, kənara qoyaq. Bunlar tez-tez bizə lazım olacaq. Hamısını yazdım. Burada gedən 3 reaksiyanın hamısını yazdım. Artıq bunları biləndən sonra o digər situasiyalar, yəni soruşulanları yazmaq çox asandır. Əsas bu hissədir. Bax, yenə deyirəm. X tuzu kalsium karbonatdır ki, H-xlorla getdi. Nə verdi? Kalsium xlor2 plus CO2, bir də su. Həmən CO2 kalsium hidroksitlə getdi, kalsium karbonat tuzu çöküntü alındı, lampa söndü, üstə gəl su. Sonra elə bil ki, o karbon qazının, amma elə bil hamısı burada sərf olunmuyub da. Özü də orada onu deyir, bax. Deyir ki,
Y qazının hamısı bax burada sərf olunub. Elə bil belə başa salım da. Y qazının bir hissəsi sönmüş əhənglə kalsium karbonatın alınmasına sərf olunub. Bir hissəsi isə kalsium karbonat suya sərf olunub. Kalsium hidrokarbonatı yazıb. Başa düşdünüzmü? İndi orada birinci situasiyada yazıb ki, cavab vərəqində verilmiş cədvəli tamamlayın. Bizdən uşaqlar orada cavab vərəqində nələri istəyirmiş deyim. Deməli, X-in formulu kalsium karbonat, Y-in formulu CO2, Z-in formulunu istəyirmiş. Bu da kalsium hidrokarbonat. Bunları tapmışıq. Deməli, 58-ci sualın cavabı çıxdı. İndi keçirik o birisinə. Cavab vərəqində müvafiq hesablamalar aparmaqla. İkinci qabda X duzunun mol miqdarının zamandan asılı olaraq dəyişmə qrafikini qurun. Deməli, dəyişmə qrafikini qurun və neçə mol Z duzu alındığını hesablayın. Gəlin belə baxaq da buna. Biz situasiyanın ən başına qayıtsaq görərik ki, bizə X duzunu 0,5 mol verib, düzdürmü? 0,5 mol kalsium karbonatdan tapıram görüm, neçə mol karbon qazı əmələ gəlib. Niyə? Çünki o karbon qazının elə bil bir hissəsini bura, bir hissəsini bura sərf eləyib. İndi onlara baxacam. Aha, deməli buradan tapıram ki, neçə mol karbon qazı əmələ gəlib. 1-in 1-ədirsə, bu eləyir elə 0,5, düzdürmü? Həmən o 0,5-in İndi bizə nə deyir? Baba, bir dənə diqqətlə baxın. Situasiyaya, yəni yuxarı şəkilə baxın ha. Bax, yəni biz belə başa düşdük ki, 0,5 mol kalsium karbonat H-xlorla girəndə 0,5 mol karbon qazı əmələ gəlib. Yəni bizim əlimizdə 0,5 mol karbon qazı var, faktiki olaraq hesablamadan aldım. Amma bunun nə qədərini burada sərf eləyib onu bilmirəm. Amma mənim üçün orada situasiyada bir ipucu var. Sönmüş əhəngi verib. Sönmüş əhəngi verib 0,3 mol. Onda bir dəqiqə bu tənliyi tamamlamamışam. H-xlorun qabağına keçir. Deməli ikinciyə baxıram. İndi sönmüş əhəngi bizə situasiyanın özünə baxın, şəkilə yuxarıya. Bax bunu 0,3 mol verib. Elə bu bizim üçün bir fürsətdir ki, mən 0,3 mol sönmüş əhəng sərf olunanda görüm nə qədər karbon qazından reaksiyaya girir. Özünə nə qədər karbon qazı sərf eləyir də onu tapıram. Nə qədər sərf elədi? 0,3. 1-ə 1-dirsə 0,3-ə də 0,3-ə. Bəs bizim yuxarıda əlimizdə nə qədər karbon qazı var idi? Əlbəttə ki 0,5. Düzdürmü? İndi mən baxdım ki 0,5-in 0,3-ünü buraya sərf eləyibsə, onda aşağıdakı tənliyə 0,2 mol CO2 lazımdır da, düzdürmü? İndi bizdən burada nə soruşur? Bizə deyir ki, cavab vərəqində müvafiq hesablamalar aparmaqla ikinci qabda X duzunun mol miqdarının zamandan asılı olaraq dəyişmə qrafikini qurun. Baxın, bircə dəqiqə X duzunun. İndi biz burada nə görürük? Başda bizim, diqqətlə baxın. X duzumuz bu qədər idi. Bunu hamı görür, düzdürmü? 0,5 mol kalsium karbonat idi. Aha, bu birinci tənlikdir. O məndən onu istəmir. O mənə deyir ki, ikinci qabda X duzunun mol miqdarını tapaq. İkinci baba burada, bu reaksiya. Düzdürmü? İkinci qabda bu reaksiya baş verib. Çünki ikinci qabda karbon qazı sönmüş əhənglə gedib və mən buradan elə tapa bilərəm ki, görüm 0,3 mol sönmüş əhəng karbon qazından girəndə neçə mol kalsium karbonat duzu alınıbdır. Nə qədərdir? 0,3. Elə 0,3-dür. Aha, indi burada əlimdə 0,3 mol kalsium karbonat alındı. Alındı ha. Amma təzdən buraya da sərf olundu axı. Bir diqqətdən baxın. Elə bilin ki, eyni CO2 kimi də. Ən birinci tənlikdə 0,5 mol CO2 əlimizdə alınmadı. Baxdım ki, burada 0,3-ü sərf olundu sönmüş əhəngə. Onda 0,2 molu da kalsium karbonatın suda məhluluna sərf olunacaq. İndi bu kalsium karbonat da 12 midir. Deməli, burada sönmüş əhəng 0,3 mol. Karbon qazından reaksiyaya girəndə 0,3 mol kalsium karbonat alındı. Deməli, mən bunun qrafikini nə tər quracam? Mən sizə demişəm, reaksiyaya girənlər azalır, alınanlar isə sıfırdan başlayaraq artır. Deməli, kalsium karbonat 0,3 mol alındı. Amma bu kalsium karbonat bir şey var ki, gəlir burada reaksiya girir axı təzdən. Bax, karbon qazından reaksiya girir. Mən də tapmışam ki, bax bu tənliyə əlimdə 0,2 mol CO2 qalıb. İndi tapa bilərəm o 0,2 mol CO2 ilə nə qədər kalsium karbonat reaksiya girib? Nə qədər girib? 0,2 mol. Bəs bizdə nə qədər idi kalsium karbonat burada? 0,3 mol. 0,3-ün 0,2-si burada sərf olunubsa, onda bizə nə qədər qalıb? 0,1. Əlimizdə 0,1 mol kalsium karbonat artıq qalıb da, belə deyəcəm. Deməli, bunu da salacağıq indi 0,1-ə.
Çünki 0.2 sərf olunub. Elə quraq ki, buraya 0.1 yazaq. Bu kalsium karbonatdır, ha. Kalsium karbonatın molunun zamandan asılıq qrafikidir. 0.3 alındı. 0.2-si bax burada sərf olundu. 0.1-i də artıq qaldı. Həqiqətən də 0.3-dən 0.1-i çıxanda qrafikdə görürəm ki, 0.2 mol kalsium karbonat sərf eləmişəm. Aha, bir də bizdən nə istəyir bu situasiyada orada? Deyir ki, X duzunun neçə mol Z duzu alınıb? Hə, Z duzu. Z duzu ası idi. Z duzu da budur da. Buna bir A mol yazıram. Molun altında əmsal. Buradan da elə A eləyir nə? 0.2 mol. Aha, hər şey hazır. Belə. Deməli, birinci situasiyamda, yəni 58-ci sualda maddələr istəyir cədvəldə. Yuxarıda hansı ki, burada görürsünüz ki, bunlar burada. Burada yazmışam. Bu heç bunun cavabı çıxdı. İkincidə yazmışdı ki, hesablamalar aparmaqla ikinci qabda X duzunun mol miqdarının zamandan asılı qrafikini onu da qurmuşam. Və başa saldım ki, nətər oldu. Yəni, buradan 0.3 mol karbon qazı kalsium, yəni 0.3 mol sönmüş əhəng, 0.3 mol CO2 sərf elədi özünə və nəticədə 0.3 mol duz yaratdı. Alınandı deyə 0-dan başlayaraq 0.3-ə qədər artdı. Amma bizdə də CO2, bax, burada 0.5 idi. Burada 0.3-ünü xərcləmişəm, 0.2-sini də burada xərcləmişəm və nəticədə də kalsium karbonatdan burada 0.2 sərf eləmişəm. Amma əlimdə burada nə qədər idi? 0.3, 0.2-sini xərclədim ki, 0.1 artıq qaldı. Qrafikə qurdum, problem deyil. Z duzunun molunu istəyirdi. Z duzunun da molu Z kalsium hidrokarbonat deyilmi? Kalsium hidrokarbonat da bu deyil, burada tapmışam. Aha, bunların hamısı çıxdı. Bizdən sonra nə istəyir? Bizə dəqiqə reaksiya tənliyini yazmaqla birinci qabda. Bizə dəqiqə gəlin bunları silək, çünki artıq o ikisinin cavabını buradan başa saldım, çıxartdım da, yəni heç bir problem yoxdur. İndi o birisinə keçim bizə dəqiqə. Reaksiya tənliyini yazmaqla birinci qabda. Deməli, birinci qabda yazıram. Birinci qabda nə baş vermişdi? Kalsium karbonatının üstünə H-xlor gəlmişdi. Reaksiya bayaq yazmışdım da, indi birbaşa yazıram. CO2 su. Aha. Reaksiya tənliyini yazmaqla birinci qabda X duzunun tam reaksiyasına 200 ml H-xlor sərf olunursa, turşunun molyar qatılığını və bu qabda əmələ gələn duzun mol miqdarını hesablayın. Yəni, biz bunu buradan nəyi tapacağıq? Çünki H-xlorun bizə nəyə lazımdır? H-xlorun bizə, belə deyək də, molu lazımdır. Niyə? Çünki məndən H-xlorun qatılığını istəyir. Bax, diqqətlə qulaq asın. H-xlorun qatılığını istəyir. Qatılığın düsturu C bərabər nübölvə deyil. Məsələyə bir də 60-a diqqətlə baxın. H-xlorun həcmini verib. Həcmini veribsə, molunu tap, götür sonra da qatılığını tap. Nə var ki? Onda getdik. Nə edəcəm indi mən? Buradan kalsium karbonatı nə qədər vermişdi? Yuxarıda verib də onsuz da 0.5 mol. Buradan H-xlorun molunu tapıram. X mol. Molun altında əmsal, molun altında əmsal. Buradan bu eləyir nə? 0.1 bir dəqiqə düşdüm. Aha, 1 mol. Tapdın mı? C bərabərdir nübölvə düsturundan. Qoy bunu aşağıda yazaq. Bizə dəqiqə. C bərabərdir nübölvə düsturundan tapın. Nüsünü 1 tapmışsan, həcmini də 200 ml litrə çevir. Çünki qatılığın vahidini mol bölü litrlə verib. 200 ml 0.2 deməkdir. O da eləyir 5. Cavabın biri də çıxdı. Və bu qabda əmələ gələn duzun mol miqdarı. Ay uşaqlar, bax, birinci qabda bu reaksiya getmədimi? Burada hansı duz əmələ gəlib? Əlbəttə kalsium xlor 2. İndi o kalsium xlor 2-yi tapıram. Buna da Y yazıram. Molunu tap deyir də. O da eləyir Y bərabərdir 0.5-ə. Yəni bundan buna doğru elə bil tənasüb qurdum. Cavab da bunun da cavabı 0.5 ilə 5-dir. Uşaqlar, bu situasiyamızın izahı bu qədər. İndi keçəcəm ikinci şansın situasiyasının izahına. Deməli, uşaqlar, keçək indi 2024-cü ildə ikinci şans 4-cü qrupun situasiyasının izahına. Deməli, bizə burada nə yazıb? Deyir ki, mis və misk oksiddən ibarət qarışığa ağzı açıq qabda artıq miqdarda qatı nitrat turşusu əlavə edilərək qarışıq tam reaksiya daxil olana qədər qızdırılır. Bu zaman 11.2 litr qonur rəhli qaz. Qonur rəhli qaz artıq bildiniz ki, bu NO2-dir və bu NO2 misin qatı nitrat turşusundan reaksiyasından alınacaq. Və kolbada 0.2 mol HNO3 artıq qalıb. Daha sonra kolbadakı məhlul otaq temperaturuna qədər soyudulub. Üzərinə 200 qram 20%-dir. Natrium OH məhlulu əlavə etdikdə məhluldakı duz və artıq qalan turşu tam reaksiya daxil olur.
Deməli, duz və artıq qalan turşu tam reaksiyaya girir. Bu zaman 0,3 mol göy rəngli çöküntü. Göy rəngli çöküntüdə bilirik ki, kuprum OH2-dir. Deyir, bunun alınması müşahidə olunur. Duzun hidroz ehtimalını nəzərə almayın. Aha, yaxşı. Yazıb müvafiq reaksiya tənliyini yaz, əmsallaşdır. Hesablama aparmaqla ilkin qarışıqda bəsit maddənin. Onda deməli, burada bəsit maddənin adını çəkibsə, deməli 58-ci sual üçün olan tənliyimiz misin HNO üçün qatısı ilə reaksiyasıdır. Burada bilirik ki, kuprum NO3-dən 2 dəfə, üstə gəl NO2, üstə gələk su alınır. Düzdür? Tənliyi yazıram, balans qrup əmsallaşdıra bilərsiniz. İndi mən sürətli şəkildə əmsallaşdırıram. Aha. İndi bizə diqqətlə qulaq asın. Qramla kütlə, bəsit maddənin qramla kütləsini və turşunun neçə molunun reduksiya uğradığını hesablayın. Problem yoxdur. Baxın, əvvəlcə onsuz da bizə situasiyanın özündə 11,2 litr qonur rəhli qazı verib. 11,2 litr qonur rəhli qaz NO2-də üzərinə yazıb altına 2 vur 22,4 44,8 eləyir. Düzdür? Buradan məndən 58-ci-də bəsit maddənin qramla kütləsini istəyir. Bəsit maddəm kuprumdur da. Buna bir x yazıram. Kütləsini istədiyi üçün altına da 64. Deməli, ixtisar gedəndə bunlar 4də 1 qalır. X eləyir 16. 64 4-ə böləndə 16. Deməli, bunun cavabı çıxdı. Yəni, cavabımızın biri budur. Düzdür? Sonra bizə nə deyir? Və turşunun neçə molunun reduksiya uğradığını hesabla deyir. Aha. Deməli, biz buradan özümüzdə, yəni, baxın, tapa bilərik ki, görək, 11,2 litr qonur rəhli qaz alınanda neçə mol HNO3 sərf olunub? Bir buna baxaq. Neçə mol sərf olunub? Y4-də 1, Y-də eləyir 1. 1 mol. Gəlin, indi baxaq. Nəyə baxacaq? Diqqətlə qulaq asın, ha. Baxın, biz tənliyin özündə, bax bu tənliyin özündə nə görürük? Görürük ki, 4 mol HNO3 reaksiya girib. HNO3-də azotun dərəcəsi 5-dir. Bax, burada da elə 5-dir. Həmən NO3-dür də. Amma NO2-də müsbət 4-dür. Reduksiya nə deməkdir? Elektron almaq, yəni üstü azalmaq. Sual verirəmsə, bax, burada 4 mol HNO3-də neçə azot var? 4 dənə. O 4 azotun ikisinə heç nə olmayıb. Yəni, nə elektron verməyib, nə almayıb. Dərəcəsi görsüz olduğu kimi qalıb. Amma 2 dənəsinin üstünə qayırıb azalıb. Yəni, 4 dənə azot var idi başda. İkisinin dərəcəsinə sağda heç nə olmayıb, amma ikisinin üstü azalıb. Yəni, biz görürük ki, 4 mol nitrat turşusunun 2 mol reduksiya olunub. Bəs indi biz burada dedik 11,2 litr qonur rəhli qaz alınanda 1 mol HNO3 sərf eləmişəm. Yaxşı, tənliyin özünə görə 4 mol HNO3-ün 2 mol reduksiya olunubsa, bəs 1 mol HNO3-ün nə qədər reduksiya olunar? 0,5 mol. Aydın oldu mu? Bax belə. Bu qədər. Yəni, biz də bunu tapdıq. Deməli, bu bizim 58-ci suallarımızın cavabıdır. Turşunun neçə mol reduksiya olunub? 0,5. Bunu hardan aldım? Çünki tənliyin özündə 4 molun ikisi reduksiya olunubsa, 11,2 litr NO2 qaz alınanda 1 mol HNO2 girib axı. Bəs 1 molun nə qədəridir? 0,5. Bu çıxdı. Mis bəsit maddəsinin kütləsini də tapmışam. Bu da çıxdı. İndi nə edəcəm? Bunları silirəm. Yəni, bu artıq birincimizin cavabı idi. İndi keçirik 59-cuya. Bizə dəqiq onda yer eləyək özümüzə. 59-a baxırıq. Deyir ki, müvafiq reaksiya tənliklərini yazıb əmsallaşdırın. Hesablama aparmaqla ilkin qarışıqda kupromonun qramla kütləsini və göy rəhli çöküntünün alınmasına sərf olunan natrium OH-ın qramla kütləsini hesablayın. Deməli, burada artıq bizə dəqiqə ikinci, deməli, burada müvafiq reaksiya tənliklərini yazın. Bizə dəqiqə. Situasiyada nə demişdi başda? Mislə misk oksidən ibarət qarışıq. Mis birinci 58-də sərf olundu, getdi. Bu heç bunu bildik. İndi kuprumo əsasi oksid daxı. İndi nə baş verəcək? Kuprumo HNO3 ilə reaksiya girəcək. Kuprum NO3-dən 2 dəfə. Üstə gələk su alınacaq. Düzdür mü? Tənliyi də yazanda, əmsallaşdıranda bura 2 düşür. Hər şey hazır. İndi nə edəcək? Və indi bizdən bax, buradan alınan bu duz var, kuprum NO3-dən 2 dəfə. Həmən bu duz kuprum NO3-dən 2 dəfə. Bizə deyək axı orada, baxın, sualın şərtə situasiya baxın, natrium OH məhlul əlavə edib. Həmən natrium OH bununla reaksiya girəcək və bizə orada dediyim mis göy rəhli çöküntü alacaq. İndi tənliyi əmsallaşdırıram. Buraya 2 düşür, buraya 2 düşür. Hazırdır. Və bizə baxın, orada nə yazıb?
Diqqətən situasiyanı bayaq oxumuşuq. 0,3 mol göyrəkli çöküntü alınmışdı. İndi həmən 0,3 mol göyrəkli çöküntüyü bura yazdım. Və mənə deyir ki, ilkin qarışıqda kuprum onun qramla kütləsini hesablayın. Biz hələ nə edəcəyik burada? Baxın, və göyrəkli çöküntünün alınmasına sərf olunan natrum OH-ın da kütləsini istəyir. Yaxşı, elə 0,3 mol göyrəkli çöküntü alınanda gəlin görək neçə qram natrum OH sərf olunubdur, neçə qram. Bu da 2 vur 40 daxı. Buradan x bərabərdir 24 qram natrum OH. Cavabın biri çıxdı. Buyurun. 24 qram natrum OH da yəni sərf elədim. Və bizə deyir ki, göyrəkli çöküntünün alınmasına sərf olunan natrum OH-ın kütləsini. Yəni bunları almışam artıq. O birisində nə deyir? Bizə dəqiqə. Müvafiq reaksiya tənliklərini yazıb əmsallaşdırın. Hesablama aparmaqla məhlula əlavə edilən natrum OH-ın mol miqdarının zamandan asılı olaraq dəyişmə qrafikini cavab vərəqində qurun. Göyrəkli çöküntünün alınma reaksiyasının tam ion tənliyini yazıb əmsallaşdırın. Baxın, bizdən bu situasiyada 59-da, yəni 59-un şərtində kuprum onun da qramla kütləsini istəyir. Həm natrum OH-ın kütləsini istəyir, həm də kuprum onun. İndi mən kuprum onun kütləsini tapmaq üçün yuxarıdakı tənliyə müraciət eləməliyəm. Düzdürmü? Oradan kuprum onu tapmalıyam. Amma bir əvvəl gəlin görək. Bu 0,3 mol göyrəkli çöküntü alınanda mən neçə mol miski nitrat sərf eləmişəm? Bir buna baxım. Y bərabərdir nə? 0,3 mol. Elə miski nitrat. İndi, amma miski nitrat bir şey var da. Miski nitrat bayaqlarım birinci tənlikdə də alınmışdı. Ən yuxarıda. Yəni miski nitrat belə başa salım da uşaqlar. Miski nitrat harda meydana çıxdı? Yəni biz bunu araşdırmalıyıq. Miski nitrat harda meydana çıxdı? Baxın, miski nitrat kuprumun bayaq yazmışdıq. HNO3-ün qatısı ilə reaksiyası var idi. Kuprum NO3-dən 2 dəfə üstəgəl 2 mol NO2 və su alınmışdı. Buraya da 4 düşmüşdü. Suya da 2, düzdür? Miski nitrat burada alınmışdı, düzdür? Bayaqlarım 11,2 litr qonur rəhli qaz alınanda gəlin görək neçə mol miski nitrat? Bir A mol yazıram. Alınmışdı. Bir buna baxacağıq. A bərabərdir 0,25, düzdür? Baxın, 0,25 mol miski nitrat burada alınmışdı. Aha, baba burada. Burada da biz görürük ki deməli misin nitrat turşular reaksiyasından 0,25 mol miski nitrat alınmışdı. İndi bəs bu reaksiyada. Biz bu reaksiyada nə qədər sərf eləmişik? Nə qədər? 0,3 molda. Yəni natrum OH özünə neçə mol miski nitrat sərf eləyib? 0,3. Bax 0,3. Həmən o 0,3-ün 0,25-ini buradan almışdı. Baxın, diqqətlə qulaq asın. Miski nitrat 2 yerdə var. O əsas onlara fikir vermək lazımdır. Miski nitrat 2 yerdə hardan alınıb, belə deyək? Misin qatı nitratla reaksiyasından, kuprumonun HNO3-ün reaksiyasından. 2 yerdən miski nitrat alınıb. Amma həmən miski nitratın diqqətlə qulaq asın da. Baxın, 0,25 molu buradan alınmışdı. 0,25 molu. Düzdürmü? İndi 0,25 molu buradan alınıbsa, onda mən deyə bilərəmmi? 0,3-dən bizə dəqiqə 0,3-dən çıxım. 0,3-dən çıxım. Niyə? Çünki baba burada natrum OH özünə 0,3 mol miski nitrat xərcləyib. 0,3-dən çıxıram 0,25 ki, onun 0,25 molu misin HNO3-ün qatısının reaksiyasından alınıb. Və yerdə nə qalır onda? 0,5 molu. Aydın oldu mu? 0,5 molu. İndi mən həmən 0,5 molu gətirib bura yazıram. Aşağısına 1 mol yazıram. Kuprumun kütləsini istəyir. X bu da 80. Buradan da X bərabərdir neçəyə? 4 qram kuprumoya. Deməli, mənim cavablarımın biri budur. Həmən situasiya üçün. Biri də bax bu, baba burada işarələdiyim 24 qram natrum OH. Amma burada miski nitratlar, yenə deyirəm, sizi çaşdırmasın. Yəni, burada içinə yoxdur. Yəni, məntiqli düşünək. Əgər 0,3 mol göyrəkli çöküntü alınıbsa, deməli, mən 0,3 mol mis 2 nitrat xərcləmişəm. Bəs yaxşı. Yəni adamdan soruşarlar. 0,3 mol bu miski nitrat hardan çıxdı? Deyərsiniz ki, ay müəllimə, onun 0,25-i misin qatı nitrat turşusundan reaksiyasından alınıb. 0,5 molu isə buyurun miski oksidin qatı nitrat turşusundan reaksiyasından alındı.
Aydın oldu mu? Aha. Bu situasiyamızın cavabı da belə. Keçək axırıncının izahına. Sonuncu görək nəyə soruşur bizdən burada? 60-da. Deyir müvafiq tənlikləri yazıb əmsallaşdırın. Hesablama parmaqla məhlula əlavə edilən natrium OH mol miqdarının zamandan asılı qrafikinin dəyişməsinə əsasən cavab vərəqində qurun. Bircə dəqiqə. Gəlin belə deyək də. Müvafiq tənlikləri əvvəl yazaq, əmsallaşdıraq. Kuprum NO3-dən 2 dəfənin üstünə. Bayaq yazmışdıq da indi. Buradan alınmışdı. Kuprum OH-dən 2 dəfə. Üstəgəl 2 mol natrium NO3. Göyrəkli çöküntümüz bu idi da, düzdürmü? Göyrəkli çöküntümüz. İndi göyrəkli çöküntümüz 0,3 mol idi. Gəlin görək biz neçə mol natrium OH sərf eləmişik. Çünki bizdən natrium OH mol miqdarının zamandan asılı qrafikini istəyir. Buradan neçə eləyir bu? 0,6. Bəs situasiyada diqqətlə qulaq asın. Situasiyada da bir də deyir ki, bizə dəqiqə. Bax, burada nə yazmışdı? Yazmışdı ki, daha sonra kolbadakı məhlula otaq temperaturuna qədər soyudub üzərinə 200 qram 20% natrium OH. 200-ün 20% neçə eləyir? Eləyir 40 qram. 40 qramda 1 mol deməkdir də, 1 mol natrium OH deməkdir. Deyir, artıq qalan turşu ilə reaksiyaya girib. Deməli, həmən natrium OH artıq qalan HNO3-dən deməli artıq qalıbmış. O HNO3 ilə reaksiyaya girib, natrium NO3 üstəgəl su alınıb, düzdürmü? Aha. Deməli, bax, özü situasiyanın içində vermiş də 0,2 mol HNO3 deyir, artıq qalmışdı. Yəni, bunu özü demişdi onsuz da. Həmən o artıq qalan 0,2 mol HNO3 gətirib üstə yazıram. Görüm özünə neçə mol natrium OH sərf eləyir. Neçə eləyir buradan? 0,2 mol. Elə, düzdürmü? Aha, indi biz də buradan nə görürük? Görürük ki, o pişi əlimizdə 1 mol natrium OH var idi. Çünki onu situasiyada demişdi. 200 qram 20%. 1 mol natrium OH var idi. Biz onun 0,6-sını bax burada, 0,2-sini isə burada sərf eləmişik. Nə qədər qalıb yerdə? 0,2 mol natrium OH əldə qalıb. Heç nə. Qrafiki qur deyəndə çətin bir qrafik deyil ki. Deməli, 0,1, elə bil belə eləyək də, 1-dən salaq bunu nəyə? 0,2-yə. Niyə? Çünki 1-in 0,2-si artıq qaldı. Qalanları sərf olunda, indi bunlar da özünüz, yəni 0,4, 0,6, 0,8 belə yaza bilərsiniz də, 0,4, 0,6, 0,8, 1, yəni belə yaza bilərik. Bu da natrium OH-ın molunun zamandan asılı qrafikdir. Və bizə nə deyir? Bizə deyir ki, burada nə bir də nəsə soruşurdu. Göyrəkli çöküntünün alınma reaksiyasının tam ion tənliyini yazıb əmsallaşdırın. O qeyri-adi bir şeydir. O heç asan bir şeydir. Yuxarıda da o tənlik. Buyurun, bax buradadır. Tam ion tənliyi deyəndə ki, bilirsiniz də, birinci yazdığımız tənlik molekulyar tənlikdir. Bax, bu molekulyar tənlikdir. İndi burada reaksiya girən və alınanların hamısını iyonlara ayıracam. Amma çöküntü, qaz, zəif elektrolitdən başqa. Misk hidroksid burada göyrəkli çöküntüdür. Onu ayırmışıq. Misk 2 müsbət, üstəgəl 2 NO3 mənfi. Alınır 2 mol natrium müsbət, üstəgəl 2 dənə OH mənfi. Alınır kuprum OH-dan 2 dəfə. Mən bundan işim yoxdur, çünki bu çöküntüdür. Üstəgəl 2 mol natrium müsbət, üstəgəl 2 mol NO3 mənfi. Bu da bizim tam ion tənliyimiz və qrafikimiz. Hər şey hazırdır. Aha. Uşaqlar, bu da ikinci şansımızın izahı idi. İkinci şansımızın, yəni 4-cü qrup üzrə. Düz deyək, qəbulların içərisində mən bunları çəkmişəm. Amma yenə də dedim, ayrıca çəkim ki, buna ayrıca qulaq asarsınız. İki situasiyanın ikisinə də, yəni oxşar situasiya bu illərim 2025-ci ildə düşə bilər. Ona görə yaxşı-yaxşı qulaq asın. Düzdür. Situasiyalar indi açıq danışaq, hər ikisində qarışıqlıq çoxdur. Gərək hissə-hissə, aram-aram, başa düşə-düşə yazaq. Uşaqlar, indi isə 2024-cü ildə keçirilmiş 4-cü qrup üzrə deməli, dim sınağının izahını verəcəm, hansı ki situasiyasını. Deməli, bu videomuzda 2024 birinci şans, ikinci şans qəbul imtahanda keçirilmiş, hansı ki situasiyanı izah elədim. İndi isə sınağının situasiyasını izah eləyəcəm. Deməli, nisbətən belə deyək də, bu situasiya digərlərindən asandır. İzah eləyəndə də özünüz şahidi olacaqsınız. Yazıb ki, kimyaçı amonium karbonat və amonium hidrokarbonat duzlarından ibarət 5 mol qaz qarışığı, 5 mol qarışığı qızdırdı.
Deməli, biz bilirik ki, özü də hətta artıq amonium karbonat, amonium hidrokarbonatı qızdırdı deyilsə, ağlımıza amonium nitrit, amonium nitrat, amonium karbonat, amonium hidrokarbonat. Heç sizə, bax bu 4 dənə maddənin, yəni 4-ü də duzdur da, bunları qızdıranda bərk qalıq qalmır. Reaksiyalarda da bilirsiniz, bunu dəfələrlə təkrarlayıram. Yəni indi də burada amonium nə gözəl, amonium karbonatdan amonium hidrokarbonat düşür. Deməli amonium karbonat deyir, NH4-dən 2 dəfə CO3, bir də amonium hidrokarbonat deyir. Aha, bunları deyir indi ikisi bir yerdə 5 moldur, lap yaxşı. İkisi bir yerdə 5 moldur qalsın. Bunu ikisi onsa bunun ikisində də eyni şey alınır. Buraya 2 yazanda düzəlir. Qızdırıb temperatur verək. NH3 üstə gəl, CO2 üstə gəl. Uşaqlar bir də məsələlərdə termiki söz işlədir. Bilirsiniz ki, temperatur deməkdir közərtmək, qızdırmaq, o da qızdırmaq deməkdir, yəni temperatur verir. Katalitik o deməkdir ki, katalizator iştirakı. Yəni bu sözləri görəndə çaşmayın da, mənaları bunu ifadə edir, ona görə təkrarladım. Nəysə, option 5 moldur, qızdırıb parçalayıb. Qarışığın tam parçalanmasından alınan qaz qarışığının otaq temperaturuna qədər soyutdur. Baxın, bu 2 dənə maddə, yəni bu 2 duzumuzu qızdırıb. Biz bilirik ki, bunlar bərk qalıq qalmır reaksiyalardır. Burada niyə bərk qalıq qalmır? Çünki amoniak qazdır, karbon qazı qazdır. Sudakı qızdırıbsa, deməli buxar şəklində alıb. Bu da burada qazdır. Amma arxasınca situasiyanın içərisində bir dənə qəşəng cümlə işlədir. Deyir ki, alınan qaz qarışığını otaq temperaturunadək soyutduqda, soyudubdur. Onda burada alınan su buxar şəklində deyil. Bu alınan bu qaz qarışığını soyudanda həmən su buxarı qazdan mayeyə keçir. Yəni kondensasiya uğrayır. Düzdürmü? Su burada buxar şəklində alıb. Tamam, maye deyil. Yəni buxar şəklindədir. Amoniak karbon qazı onsa mayedir. Üzr istəyirəm, qazdır. Su özü mayedir, amma burada qızdırılma temperatur şəraitində gedib deyə burada bu su buxar şəklində alıb. Amma bunu soyutdu. Soyudanda deməli su buxarı soyuyanda qazdan nəyə keçir? Maye, yəni kondensasiya olur. Artıq sulara qaz kimi baxa bilməzsən ha burada. Bunu soyudub. Əgər soyutmuşam deməsəydi, qaz şəklində baxardın. Nəysə, sonra deyir artıq, yəni bunlara baxma ha, bunlar uca qaz deyil burada. Sonra artıq miqdarda xlorid turşusunun məhlulundan buraxdıqda qaz qarışığının molsa 2,4 dəfə azalır. Baxın, belə baxsaq, bu tənliklərin hər hansı bir üçün hesablamaq üçün bir ipucu yoxdur. Mən də sizə demişəm ki, belə olanda sistem tənlik qurun. Sistem tənliyi əmsalların nisbətindən işləyirik. Bu x mol parçalanıb, yəni bu ikisi bir yerdə 5 moldur da. Mən nə bilim bunun hərəsinə nə qədər düşür. Ona görə birini x, birini y qəbul elədim əmsalların nisbəti şəklində. Bu olur 2x, bu olur x, bu olur x. Bu olur y, bu olur y. Bizə dəqiqə. Aha. Deməli, burada da y. Mən sulara baxmayacağım, onsuz da suları soyudub deyə artıq onlar mayedir. Mənə qaz lazımdır. İndi mənə deyir ki, sonra artıq miqdarda xlorid turşusu məhlulundan buraxdıqda qaz qarışığının mol sayı 2,4 dəfə azalıb. İndi gəlin əvvəl belə danışaq. Baba, bu hal-hazırda qaz qarışığının mol sayı nə qədərdir? Qaz qarışığının mol sayı 3x üstəgələk 2y qədərdir. Elə, mənə deyir ki, xlorid turşusundan keçirdikdə. İndi sual verirəm. Xlorid turşusu H-xlor, turşudur da. Bu özü, burada bu hansı qazlarla girəcək? Deməli, amoniak qazından gedəcək. Düzmü deyirəm? Çünki xlorid turşusu turşudur. Amoniakda da əsasilik var. Sırazı H-xlorla reaksiya girib amonium xlorid duzu yaradacaqlar. Bizə də qalan nə olacaq? Karbon qazı olacaq da, CO2 olacaq. Və bu zaman deyir qaz qarışığının mol sayı 2,4 dəfə azaldı. Deməli, H-xlor bu amoniakları aparandan sonra bizə qalan karbon qazı oldu. Karbon qazı nə qədərdir? X plus Y. Bu da deyir 2,4 dəfə azaldı. Deməli, bunu 2,4-ə vurub, opşi qaz qarışığına bərabər eləyirəm. 3x üstə gəl 2y bərabərdir 2,4x üstə gəl 2,4y-ə 0,6 x bərabərdir bir dəqiqə 0,4 y-ə hər iki tərəfi 10-a vursam, ixtisar aparsam elə bil belə deyək də burada 3x bərabərdir 2y qalır. Onda x bərabərdir 2-yə, y də bərabərdir 3-ə. Əla, qutardı. Bu bizə deyir, xlorid turşusu ilə reaksiya daxil olan qaz üçün cavab vərəqində cədvəl tamamla. Burada 10 bilirəm ki, xlorid turşusu amoniakla reaksiya girəcək. Bilsiniz ki, NH4 xlor verəcək. Prosta indi cavab vərəqində nə soruşur, onu uşaqlar siz orada yazacaqsınız. Artıq burada hər şey məlum başa düşdünüzsə, orada da nə istəsə ardı gedəcək. 59-cu sualda nə deyir? Amonium karbonat, amonium hidrokarbonat duzlarını qızdıranda bərk maddənin mol sayının zamandan asılı qrafik. Çox rahat. Baxın, option nə qədər idi?
İkisi bir yerdə. 5 mol döyüdü. Ay sağ ol. Biz 5 molun 2 molunu nəyə tapdıq? NH4-dən 2 dəfə CO3-ə. Elə 5-in 2 molunu amonium karbonat. 3 molunu isə NH4HCO3. Bunu tapdıq da, düz deyilmi? İndi qrafiklər qurmağa nə var ki? Onsuz da bu duzları qızdıranda bilirsiniz ki, bərqalıq qalmamışdı. Düz deyilmi? Onda bunun qrafiki molunun, yəni bunu da yazdım ki, bu bunundur da. 2-dən 0-a düşəcək. Buraya 2 yazıram, buraya da mol. O birisi bəs NH4HCO3. Bu da 3-dən düşəcək. Bu da 3-dən düşəcək. Molunca bir dəqiqə, bura nə yazdım? Mən yenə mol yazdım. Hə, zamanla. Əla, hazırdır. Qrafiklərdə bulardır. Sadəcə bir də bərk maddən amonium karbonat, amonium hidrokarbonat duzlarını qızdıranda bərk maddən mol sayı zamandan asılı qrafikini cavab vərəqində tərtib edin. Hə, qrafikləri qurdum. Bu heç, bu da getdi. 60-cı sualda amonium karbonatın və amonium hidrokarbonatın parçalanmasından alınan suyun mol sayı. Yəni çox rahatdır da. Yəni bu qeyri-adi bir şey deyil ki, artıq mən almışam. Görürük ki, bizə də özdə bu y niyə yazmışam? Bizə dəqiqə üzr istəyirəm. Mən buna x yazmalıydım. Hə, birinci cərgə x, ikinci cərgəni əmsalların nisbəti y-lə. Heç nə. Mən x-ini almışam. X almışam 2. Deməli burada elə birincidə suyun mol sayı x bərabərdir 2 mol su. İkincidə y-ini almışam 3. Elə y-i də bu tavada, yəni y də bərabərdir 3 mol H2O. Bu da bunun cavablarıdır. Cavab 2, o birisi də 3. Yəni yazırsınız ki, amonium karbonatdan alınan su 2 moldur. Amonium hidrokarbonatdan alınan su isə 3 moldur. Bu qədər. Yəni bu situasiya çox sadə, çox rahat idi, özünüz gördünüz. Yəni qəbullardakına nisbətən sadə idi. Uşaqlar, 2024-cü ildə keçirilmiş 4-cü qrup üzrə dim sınağı və qəbullarımızın situasiyalarının izahı bu qədər. Sağ olun, növbəti videomuzda görüşənədək.